Olsun. Baxırıq deməli dövr qanunun ikinci bölməsi atomun tərkibinə. Deməli birinci sual. Hansı atomun nüvəsində neutronların sayı daha çoxdur? Neutron sayını tapmaq üçün siz bilirsiniz ki, atomda protonlarla neutronların cəmi bizə atomun kütlə ədədini verir, yəni ayeri verir. Siz neutron sayını tapmaq üçün ayerdən çıxmalısınız protonu. Bunun üçün də deməli, A variantı 16-dan 8 çıxırıq, 8 neutron buradadır. B variantı 23-dən 11 çıxırıq, 12 neutron buradadır. Hidrogen də ən azdır, 20 neutron xlordadır. Elə cavabımız D variantı olacaq. Hansı atomun nüvəsində neutron yoxdur? Bunu əzbər olaraq yadda saxlayın ki, hidrogenin neutronu olmur. Üçüncü sual, oksigen atomunun nüvəsində neçə neutron var? 18-dən 8 çıxırıq, 10 neutronumuz var. Dördüncü sual, proton, neutron və elektron sayı. Gəlin baxaq. Alüminium 27, özür istəyirəm. 27, 13 də proton. 27 bunun kütləsidir, 13 bunun protonudur, 14 bunun neutronudur. Deməli, protonu 13-dür, neutronu 14-dür. Elektron sayı da bilirsiniz ki, proton sayına bərabər olur. O da olacaq 13, 13, 14 və 13. D variantı. 5-ci sual. Atom nüvəsinin yükü hansı hissəciklərin hesabına yaranır? Nüvənin yükü protonların hesabına yaranır. 6-cı sual. 2 qram kükürddə neçə elektron olur? Burada siz tənasüb qurmalısınız. Hansı ki, deməli, sual 6-da. Yazırsınız ki, siz burada kütlə ədədi ilə elektron sayı arasında tənasüb qurmalısınız. Yazırsınız ki, 32 qram kükürddə 16 elektron varsa, bəs 2 qram kükürddə nə qədər olacaq? X. Buradan da x-imiz bərabərdir. 2 vurulsun 16 bölünsün 32. Bu da eləyəcək 1. 1 də vuruq 6-mızdakı vurulsun 23. Elə 6-mızdakı vurulsun 23 olaraq da qalacaq. 7-ci suala gəldikdə. Yenə 6 qram tritiumda nə qədər neutron olduğunu soruşur. Mən baxıram ki, 3 qram tritiumda 3 çıxılsın 1. Yəni 2 dənə neutronum var. Buradan da x bərabər olacaq nəyə? 6 vurulsun 2 bölünsün 3. Bu da eləyəcək 4 neutron. 4-ü də 6-mızdakı vuranda 2,4 ilə cavab verməlidir. Gəldiyi sual 8-ə. Kalsium atomun nüvəsində neçə neutron var? 40-dan 20 çıxırıq, 20. 9-a gəldikdə hansı atomlar bir-birinin izotopudur? İzotop. Yəni sonunda P ilə bitir. İzotop olması üçün proton sayıları bərabər olmalıdır. Proton sayı bərabər olan Y variantıdır. 17, 17. 10-cu sual. Atomun elektron və neutronlarının sayı elektron sayı proton sayına bərabərdir olacaq 11. Neutron sayı isə 23-dən 11-i çıxırıq, 12. Y variantı. Daha sonra 11-ci sual, izotop olması üçün siz baxmalısınız ki, hansı proton sayıları bərabərdir. Amma bunun üçün siz baxmalısınız ki, bu X-dir, Y-dir, Z-dir, T-nin protonları nəyə bərabərdir? Proton sayını tapmaq üçün atomun kütlə ədədinə neutron sayına çıxıram. 19-dan 10-u çıxıram, 9. Y-də 16-dan 8 çıxıram, 8. Z-də 12-dən 6 çıxıram, 6. T-də isə 13-dən 7-ni çıxıram, yenə də 6. Deməli, proton sayı eyni olan Z və T olacaq. 12-ci sual. Nisbi atom kütləsi 23 olan X elementinin nüvəsində 12 neutron var. Kütləmiz 23-dür. Neutronumuz 12-dir. Yerdə qalan nədir? Proton. Protonu tapmaq üçün 23-dən 12 çıxırıq, 11. Gəldi 13-cü suala. Nisbi atom kütləsi deməli X-də 52-dir. Proton sayı 24-dür. Nəyə soruşur? Neutron sayı. 52-dən 24-ümü çıxıram. 52-dən 24-ümü çıxıram. O da edir 28. C variantı. Ən sadə elektron quruluşa malik olan olacaq hidrogen. 15. Hansı atomlarda eyni sayda neutron var? Karbonda 12-dən 6 çıxırıq, 6. Natriumda 12, magneziumda 12. Deməli elə 2 və 3 imiş cavab. 16 bizə nə verir? Deyir ki, anion, kation yoxsa neutron atom olduğunu müəyyən edin. Gəlin baxaq. Deməli, X elementinin proton sayı 17, elektron sayı 18, elektron sayı protona çoxdursa, deməli bu mənfi yüklüdür. Yəni aniondur. Gəldik Y-ə. 19 protonu var, 19 elektronu var. Deməli, bunun yükü 0-dır. Deməli, bu neytral atomdur. Gəldik Z-ə. Hansı ki, proton sayı 20-dir, elektron sayı 18-dir. Deməli, proton sayı çox olduğuna görə müsbət yüklü kation olacaq. Anion, neutron və kation. Neytral və kation. Anion X-dir, kation Z-dir. O da Y-A variantı. 17-ci sualda bizə deyir ki, X hissəciyində 3 proton, 2 elektron varsa bunun yükü olacaq müsbət 1. Bilirsiniz ki, yükü tapmaq üçün neynirlər? Protondan elektron sayını çıxırlar. Hansı ki, daha doğrusu protondan biz yükü çıxıb elektron sayını tapırıq. Hə. 3-dən də 2 çıxanda burada mənfi müsbət 1 olur. Ona görə yazırıq müsbət 1. Daha sonra X-in yükü ilə müsbət 1. 18-ci sualda bizə deyir ki, X 20 proton, yükü müsbət 2-dir. 20-dən 2-ni çıxdım, 18 elektronum var. Proton 20, elektron 18 A variantı. 19-da kalsium 0-dan 2 müsbətə gəlibsə, əgər
müsbət yüklüsə, deməli elektron sayını itirib. Nə doğru deyil, elektron sayı artır, yanlışdır. 20. Hansında elektron sayı fərqlidir? A-da 18, 18, B-də 10, 10, D-də 18, 18, Y-də burada 18, burada 10, 10. Ona görə cavabımız Y variantıdır. 21-ci suala natrium və flor üçün hansı ifadələr doğrudur? Baxın, hər birində 10 elektron var. Bizə nəyi soruşur? Elektronların sayı eynidir, bəli. 22-də hansı ifadə doğru? Diqqətlə baxsaq görərik ki, hər birinin elektron sayı 18 olacaq. Deməli, bunların məsələ budur ki, təkcə elektronları yox. Neytron sayına baxanda da 39-dan 19 çıxıram 20, 40-dan 20 çıxıram 20. Deməli, elektron və neytron saylarının eyni olacaq. 23-də hansı atom anlayışına aiddir? Atom maddənin kimyəvi yolla bölünmən ən kiçik hissəciyidir. Bəli, maddənin tərkib və xassələrini özündə saxlayan ən kiçik hissəcikdir. Xeyr, bu molekuldur. Atom müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət elektroneytral hissəcikdir. Bəli, 1, 3. Gəldik 24-də. Molekul burada yalnız 2 olacaq. Maddənin tərkib və xassələrini özündə saxlayan ən kiçik hissəcikdir. Yalnız 2. 25-ci suala gəldikdə. 25-ci sualda bizə verib x0, xa, xc. Hissəciklərinin radiusunun artma sırasını müəyyən edin. Baxın, tutalım mənə verib xa. Bunun proton sayı mənə verilib nə qədər? B. Hər birində B-dir. Elektron sayı verilib B çıxsın 2. Əgər elektron sayım proton sayımdan 2 vahid azdırsa, deməli bunun yükü müsbət 2 imiş. Gəldik. A oldu müsbət 2. X0-da aydın məsələ ilə 0 olaraq qalacaq. Gəldik XC-yə. Burada B plus 2 isə deməli C-miz mənfi 2-dir. Bunların radiusların artma sırasını deyir. Radius uşaqların mənfi yüklü iyonları daha çox olur. Çünki mənfi yüklü iyon özünə elektron qəbul etmək deməkdir. Aydın məsələdir ki, iyon özünə elektron qəbul edəndə onun radiusu artır. Deməli, olacaq nə? Artma sırası deyirsə, başlayırıq müsbət 2-dən, yəni XC-dən, daha sonra X0-dan, daha sonra isə XA-ya doğru. C0A. 26-da müsbət yüklü iyonda proton, neytron, elektron sayları arasında asıllıq hansında doğrudur həmişə? Deməli, müsbət yüklü iyonda həmişə proton elektrondan çox olur. Neytral atomlu proton elektronu həmişə bərabər olur. 28-ci sualda fikir verirsinizsə elektron sayları kükürddə də 18-dir, xlorda da 18-dir, 20-dən 2 çıxıran burada da 18-dir. Deməli, elektron sayı dəyişmədi. Daha sonra gəldi 29-a. Radius neçə dəyişir? Mənfi yüklüyə doğru gedirsə, yəni yük əgər azalırsa, radius artacaq. 2-dən gəlib 0-a azalıb, deməli, radius artacaq. İkincidə 0-dan mənfiyə gəlib, yenə artacaq. Üçüncüdə müsbətə gəlibsə azalacaq. Artır, artır, azalır. C variantı. 30-da ABC-nin qiymətlərini müəyyən edin. Deməli, sizdə proton sayını verib 11, yox, elektron sayı 10-dur, yükümüz x müsbətdir. Əgər elektron sayı burada 10-dursa, deməli, doğrudan burada proton sayı 11 imiş. Y0-da proton sayı 12-dirsə, elektron sayı da 12-dir. Z-də isə Z mənfidir. Deməli, 10 elektronu varsa, deməli, 9 da protonu var. 11, 12, 9. B variantı. Hissəciklərin radiusunun artma sırasını müəyyən edin. Hissəciklərin radiusunun artma sırası, baxın, müsbətdən mənfiyə doğru. XM plus, X0 və XM minus. Y variantı. 32-də 6-2 vursa 10-23 elektronu, yəni 1 elektronu olan kalsium neçə qramdır? 1 elektron olan kalsium neçə qramdır bilmirəm, amma bilirəm ki 20 elektron olan kalsium 40 qramdır. Buradan x-imiz bərabərdir nəyə? 2-yə. 33-də deməli, ferrum iyonunda neçə elektron, neçə proton, neçə neytron var. Baxıram ki 26 protonum var, ikisini çıxdım, 24 elektronum var. Deməli, 30 dərdə neytron var, bəli, 56-dan 26 çıxanda 30 eləyir. 34-də necə dəyişir? Deməli, atom radiusu. Əgər ki, bu özündən 2 elektron itiribsə, deməli, radius azalacaq. Protonlarının sayı 2 elektron itiribsə, bəli, protonlarının sayı artacaq. Elektron sayı, yox, proton sayı dəyişmir. Proton sayı dəyişmir. Elektronlarının sayı isə azalacaq. Deməli, azalır, dəyişmir, azalır, A variantı. 35. Gəldik, iyonlar üçün nə doğrudur? Baxın, deməli, elektronlarının sayı bərabərdirmi? Xeyr. Burada elektron sayı A plus 2-dir, burada elektron sayı A minus 2-dir. Deyir ki, 2 mənfinin radiusu 2 müsbətdən böyükdür. Bəli. Üçüncüdə elektron sayı fərqi 4-ə bərabərdir. Bəli, gəlin A plus 2-dən A minus 2-ni çıxaq. Bu da eləyəcək A plus 2 çıxılsın A plus 2. Bilirsiniz ki, mötərizənin qarşıda mənfi olanda mötərizənin içi dəyişir. A'lar islah oldu. 2 üstəgə 2, 4. Demək, aradakı fərq 4-ə bərabərdir. Doğru olan 2 və 3-dür.
36-da. Deməli, bu mənfi 3-dən mi gəlib? Mənfi 3-dən desin müsbət 3-ə gəlibdir. Burada nə dəyişir? Sadəcə elektron sayı dəyişəcək. Bilirsiniz ki, proton, neutron sayı heç bir zaman dəyişmir. Nisbi atom kütləsi dəyişmir, yalnız 1. 37-də sxemdə nə dəyişəcək? Radius dəyişəcək. Digər heç biri dəyişməyəcək, yalnız 1. 38 X atom nüvəsində neçə proton var? Gəlin baxaq. Əvvəlcə baxıram ki, bu element özündən 4 elektron itirdikdən sonra burada əmələ gələn elektronlar yaranıbdır. Burada elektron sayı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11'dir. 11'in də üzərinə 11, 12'dir. 12'in də üzərinə bu 4 elektronumuzu gəlirik. 16 elektron eləyir. 39. Tibbi avadanlıqların bir çoxu atomların quruluşu və xüsusiyyətlərindən istifadə edərək işləyir. Məsələn, rentgen cihazı atomların elektronlarını yüksək enerjili şüalar vasitəsilə çıxarır. Bu proses həm bədən daxilindəki strukturların görüntülənməsini təmin edir, həm də xəstəliklərin diaqnozunu qoymaq üçün şüaların insan bədənindən keçərək orada olan müxtəlif toxumaların və ya kütlənin fərqli şəkildə təsvir olunmasına imkan verir. İnsan bədənində olan X atomunun nüvəsində 20 proton var, 20 neutron varsa, rentgen şüaları insan bədəninə daxil olduqda, aydın məsələdir ki, burada 20 proton, 20 neutron olanda kütləsi olur 40. Bizə deyir ki, şüa bədənə daxil olanda 2 elektron çıxır. Deməli, mənfi 2, onda belə çıxır ki, bunun elektron sayı olacaq 22, yox. 2 elektron çıxırsa, müsbət 2 olacaq yükü, deməli, oldu 18 dənə elektron. X ionunu müəyyən edin, 20, 40 müsbət, deməli, müsbət 2. A variantı. 40-da yenə həmin sualdır. Sonunda nə yazılıb bizə? İnsan bədənində X atom nüvəsində 11 proton, 12 neutron varsa, bunun kütləsi 23-dür. X atomu 1 elektronu çıxarsa, burada müsbət 1-dir. 11, 23 və müsbət 1. A variantı. 41-də bizə deyir ki, atomun quruluşu, elektronların enerji səviyyələrində yerləşməsi və bu elektronların xüsusiyyətləri müxtəlif sahələri tətbiq olunur. Məsələn, yarımkeçirici elementlər olan silisium və bu germaniumdur. Germanium elektronika sənayesində geniş istifadə olunur. Yarımkeçiricilərin atomlar arasındakı elektronlar elektrik cərəyanı ötürmək üçün müəyyən şərtlər altında hərəkət edir. Bu xüsusiyyətlərindən istifadə edilərək yarımkeçirici cihazda olan tranzistor və diodlar hazırlanır. Silisium atomun elektronları elektronika cihazlarının düzgün işləməsi üçün çox vacibdir. Yarımkeçirici istehsal edən zavod bir gündə 1400 qram silisium istifadə edir. Həmin zavodun bir gündə neçə mol silisium atomu istifadə etdiyini bilmək üçün siz 1400-ü bölməlisiniz silisiumun A yerinə, yəni 28-ə, o da eləyəcək 50. Deyib, yenə də həmin sualı, rentgen cihazında istifadə olan bir elektron atomunun 4 vurusun 10 üstü mənfi 19 joule enerji alırsa, 1 mol elektron sərf etdikdə. Deməli, bir elektron atomdan 4 vurulsun 10 üstü mənfi 19 joule enerji alır. Bəs yaxşı, 1 mol elektron istifadə edildikdə alınan enerjini kilojoulla hesablayın. 1 mol deyirsə, o bilirsiniz ki, 6 tam %2 vurulsun 10 üstü 23 deməkdir. Bunu vurursunuz 4 vurulsun 10 üstü mənfi 19-a. Bu eləyəcək, deməli 6 tam %2-ni 4-ə vurduq, 24 tam %8 vurulsun 10 üstü 4. Bunu da kilojoule ifadə edin dediyinə görə aparıb 10 üstü 3-ə bölürəm. Burada ixtisar gedir, olur 24 tam %8 vurulsun 10 ki, bunu da vuranda olacaq 240 tam onda 8. Deməli, cavabımız Y variantı olacaq. 43-cü sualda. Bir nüvə reaktorunda 1 mol uran, yəni 235-dir kütləsi, nüvəsinin neutronlara parçalanması nəticəsində 2,5 vurulsun 10 üstü 6 joule enerji ayrılır. Bu reaktor hər gün orta hesabla 5 mol uran istifadə edərsə, deməli 1 molundan bu qədər alınırsa, 5 molundan da 5'i vuracaq. 2,5 vurulsun 10 üstü 6'ya. Burada eləyəcək 12,5 vurulsun 10 üstü 6 joule və bizə deyir ki, bunu kilojoule ifadə et. Kilojoule ifadə etmək üçün bunu bölməliyik 10 üstü 3'ə. Hansı ki, bu da ixtisar gedir yuxarıda 10 üstü 3 vurulsun 12,5 qalır. Bu da bərabərdir 125 yanında 2 0. Yəni cavabımız 12500. 44'də yenə də atomun quruluş və bir çox kimyəvi reaksiyanın və texnologiyanın əsasını təşkil edir. Məsələn, litium ion bateriyalarındakı litium atomları elektronlarını itirərək litium müsbət ionlarına çevrilir. Bu zaman enerji ayrılır və nəticədə elektrik enerjisi istehsal edir. Bu proses ümumilikdə müasir elektronika və enerji saxlama sistemlərinin fəaliyyətini təmin edir. Hər itirilən elektronun enerjisi 1,6 vurulsun 10 üstü mənfi 19 joule-dur. Hər itirilən elektronun enerjisi.
Siz bilirsiniz ki 1 mol litium elə 1 elektron itirir. Aydın məsələdir ki 2 mol litiumda 2 mol elektron itirməlidir. Məsələ burasındadır ki burada molu nəzərə almaq lazımdır. Biz burada molu nəzərə alanda olur, deməli 2 mol dediyinə görə 2 vurulsun 6,2 vurulsun 10 üstü 23 vurulsun 1,6 vurulsun 10 üstü -19. Hələ bunun sonunda kilojolu çevirmək də var. Deməli 2-ni 6,2-yə və 10-u da 1,6-ya vuranda burada 19 tam 1000-də 264 eləyəcək. 10 üstü 23, 10 üstü -19 deyə islah olanda olacaq 10 üstü 4. Buradan da bunu aparıb 10 üstü 3-ə bölürük. Çünki kilojola çevir deyir. Ona görə böləndə burada ixtisar gedir və yuxarıda bir dənə 10-luq qalır. 19 tam 1000-də 264 ona vuranda olacaq 192 tam %64. Yəni A variantı. 45-ci sualda hansı atomlar izotopda? İzotop olduğunu bilmək üçün siz hər birinin proton sayını tapmalısınız. Məsələn, X nöqtəsi 16-dan çıxıram 8-i eləyəcək 8. Y-də 18-dən 10-u çıxacam 8. Z-də 35-dən 18-i çıxacam 17. T-də 37-dən 20-ni çıxacam 17. Deməli, X ilə Y, Z ilə T olacaq izotop B variantı. N iyonu M iyonuna çevrildikdə radius artırsa, deməli M mənfidir. Tutalım N müsbət 1-dirsə, M mənfi 1 olmalıdır ki, M-ə keçəndə, M-yə keçəndə radius artsın. Deyir ki, N M-dən böyükdür, xeyr. Bəli. Çünki N müsbətdir, M mənfidir. 2 yanlışdır. N iyonu mənfi 2-dirsə, M müsbətdir, xeyr. M müsbət ola bilməz. Deməli, yalnız 1. Gəldik 47-yə. M böyükdür N-dən. Olarsa. Deməli, mən götürmüşəm. Sual 47-də. X atomu, iyonu, daha doğrusu. Və elektron sayını mənə verib N, proton sayını mənə verib N. M, M-dən böyükdürsə, tutalım bura 18. Bura 20-dirsə, deməli, bura -2-dir. Y-də isə yenə elektron sayını verib N, buranı verib M və M N-dən böyükdürsə, tutalım mən buranı 20, buranı 18 vermişəmsə, bu müsbət 2-dir. Mənə nə deyir? Deyir, X neytral atomdur, xeyr. Y kationdur mu? Bəli, çünki müsbət olmalıdır. X anyondur mu? Bəli, çünki X-də yükü mənfi olmalıdır. 2 və 3. 48-də neytral halda elektronlarının sayı 3-cü dövrün təsirsiz qazın elektron sayının 6 vahid çoxdursa. Baxın, deməli bizim maddəmiz 3-cü dövrdə, hətta təsirsiz qazının elektron sayını deyirsə, artıq təsirsiz qazdan o tərəfə keçirsə, deməli bu 3-cü dövrü artıq tamamlayıbdır, gəlib 4-cü dövrə çıxıb. Təsirsiz qazın elektron sayının 6 vahid çoxsa, deməli 6-cı qrupda yerləşir. Mənə nə deyir? Hansı ifadə doğru deyil? Ən böyük oksidaşma dərəcəsi müsbət 6-dırmı? Bəli. 4-cü dövr elementidirmi? Bəli. Metaldırmı? Xeyr. Metal 4-cü dövr 6-cı qrup elementi. Əslində, deməli, ən kiçik oksidaşma dərəcəsi. Metal olması, bəli, doğru ola bilər. S elementidirmi? 4-cü dövr 6-cı qrup. Ən kiçik oksidaşma dərəcəsi 0-dır. Burada götürsək ki, bu metaldır. Metal olduğunu götürsək, ən kiçik oksidaşma dərəcəsinin 0 olması doğru olacaq. Çünki metalların ən kiçiyi 0-dırlar, mənfi olmur. Onda belə çıxır ki, A da doğrudur, B də doğrudur, C də doğrudur və C-ni doğru götürsəm, Y də doğrudur. Onda belə çıxır ki, S elementi olması yanlışdır. 49-da elektronlarının sayı bərabərdir deyir. Gəlin baxaq elə buradan. Deməli, X-in proton sayı A, yükü mənfi 2-dirsə, bunun elektron sayı olacaq A plus 2. Y-də bunun proton sayı B-dirsə, əgər yükü 2 müsbətdirsə, belə çıxır ki, bunun elektron sayı B minus 2 olacaq. Yox, əgər Z-də proton sayı C, yükü müsbət 1-dirsə və elektron sayı nəyə bərabər olacaq? C minus 1-ə. Belə çıxır ki, bunlar hər biri eynən işarə olunubsa, bunlar bir-birlərinə bərabərdirlər. Yəni, A üstəgəlsin 2, bərabərdir B minus 2-yə, o da bərabərdir C minus 1-ə. Bizə deyir ki, proton sayılar arasındakı münasibəti müəyyən edin. Baxıram ki, tutalım ki, mən bu N-ə çatdırmaq üçün bu A olan bir ifadənin, bir qiymətin üzərinə hələ 2 vahid də gəlməliyəm. Deməli, A burada ən kiçiyidir. Burada ən böyüyü B olacaq. Çünki mən B-dən 2-ni çıxmalıyam, bir gəlib N-ə çıxım. B ən böyüyüdür. Onda belə çıxır ki, ortaya düşür C, ondan sonra da A. B, C, A, D variantı. 50-ci sualda X N-dir, elektron sayı A plus 1-dirsə, proton sayı A-dırsa, N-imiz bərabər olacaq nəyə? Mənfi 1-ə. 51-də yenə nisbi atom kütlələrini deyir hesablayın.
Baxın, x müsbətdə elektron sayı əgər 10-dursa, bunlara bir-bir baxmaq lazımdır. X müsbətdə əgər elektron sayı 10-dursa, bunun proton sayı olacaq 11, neytron sayımız 12-dirsə, onda A yerimiz bərabərdir 23-ə. Y-də elektron sayı 15-dirsə, proton sayı da 15-dir, neytron sayı 16-dirsə, toplayırıq 31. Z-də 3 müsbətdir, elektron sayı 10-dursa, proton sayı 13-dür, neytron sayı 14-dür, cəmi elədi 27. El mənfidə isə elektron sayı 10-dursa, proton sayı 9-dur, neytron sayı 10-dursa, cəmi olacaq 19. Deməli, 23, 31, 27 və 19 B variantındadır. 52 də o formadadır, bunu özünüz həll eləyərsiniz. 53-də hansı ifadə doğrudur? T-nin sıra nömrəsi 36-dır. Bunun üçün T-nin proton sayını tapmalısınız. 79-dan 35 çıxanda xeyr, 4, 34-dür, bu yanlışdır. Z və T eyni elementin izotoplarıdır. Z və T. Burada proton sayına baxırıq. Xeyr, 35, 34, yəni proton sayları eyni olmalı deyil. X və Y eyni allotropi şəkil dəyişməsidir. X və Y eyni elementin allotropi şəkil dəyişməsidir. Buna baxarıq. Y və Z eyni elementin izotoplarıdır. Y və Z 79-dan 80-dən 45 çıxanda da 35 eləyir. Z-dən də çıxanda 35 eləyir. Cavabımız D variantıdır. Gəldik 54-cü suala. Hansı ifadə doğru deyil? Bizə deyir ki, X və T eyni elementin izotoplarıdır. X-a baxıram ki, 81-dən 46 çıxanda 35, T-də də 79-dan 44 çıxanda 35, bu doğrudur. T-nin sıra nömrəsi 35-dir, bəli, bunu tapdıq. X-in elektronu 34-dür, xeyr, 31 proton varsa, 34 elektron ola bilməz. 55-də deyir ki, X və Y elementləri atomların normal halda xarici elektron təbəqəsindəki elektronlarının sayı. Baxırıq ki, X-da 3s2, 3p0-dır. Deməli, bu ikinci qrup elementidir. Y-də isə 3s2, 3p5 isə deməli, bu 7-ci qrup elementidir. Və bilirsiniz ki, 7-ci qrup elementi adətən birləşmələrdə 1 valentlik göstərir, çünki minimum göstərir. Mənə deyir ki, X və Y elementlərindən əmələ gələn birləşmənin. Baxın, X ikinci qrupdur və 2 valentlidirsə, Y 7-ci qrup 1 valentlidirsə, bunların əmələ gətirdiyi birləşmə X, Y2-dir. Əmələ gələn birləşmənin molekulunda neçə elektron var? X-də olan elektronların sayı, sonu əgər 3s2, 3p0-dan bitibsə, deməli 12 elektronu var. Yazıram 12. 12 üstə gəlinsin. Deməli, Y-də isə 3s2, 3p5-lə bitibsə 17 elektronu var. 17-ni vururam 2-yə. Və cəmi olacaq 12, üstə gəl 34, o da 46 elektron olacaq. Bu qədər.